Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Ama ba'd. Qala el-İmam İbnül Cevzi rahimahullah. Acibtu limen yetasanna'u lin-nasi yercul at-taqarrubu min kulubihim ve yensa enne kulubahum biyedillah. İmam İbnül Cevzi rahmetullahi aleyhi büyük alimlerdendir. Ve güzel bir sözü var. Deyir, insanların bir halına təəccüblənirəm ki, heyrətlənirəm ki, insanların qəlbinə girmək üçün, yəni qəlbində özlərinə sevgi qazanmaq üçün əməl edirlər. Amma unudurlar ki, insanların qəlbi Allahın əlindədir. Və həmişə biz demişik ki, bizim alimlərimizin dediyi sözlər, verdiyi fətvalar həmişə Quran və sünnəyə bağlı olmalıdır. Yəni ki, oradan qaynaqlanır. Və əlbəttə ki, bilirsiniz ki, yəni bütün hədis və ayətlərdə gəlir ki, yəni insanların qəlbini Allah Teala yönətir. Və insanların qəlbinə Allah Teala sevgisədir. Məsələn, Allah Teala bir qulu sevərsə, Allah Teala yəni, əmr eləyər, əhli səma sevər, sonra əhli yer sevər və yəni bunların, yəni alimlərimizin dediyi sözlər hamısı qayıdır ora, yəni Quran və sünnəyə. Və əlbəttə ki, bəzi insanlar görsənmək üçün, insanların gözünə yaxşı görsənsin və yaxud da onların sevgisini qazanmaq üçün görürsən ki, bəzi əməllər eləyirlər, yəni riya eləyirlər, ibadətlərdə və yaxud da başqa işlərdə ki, onlara yaxınlaşsınlar, onlarla məsələn sevgi qazansınlar. Amma bilmirlər ki, yəni, çox heyrətli işdir. İnsanların qəlbi Allahın əlindədir. Yəni, Allah Teala kimə əmr eləsə, kimi sevmək lazımdır. Onlar o qəlbi, qəlbən sevəcəkdirlər. Və yaxud da ona tərəf yönələcəkdirlər. Və qəlbi çevirən, qəlbi idarə edən Allahdır. O insanların çoxsu bunu unudur. Və ona görə də hər bir əməli görəndə, hər bir iş görəndə həmişə Allah üçün eləmək lazımdır. Və Allah Teala səni yəni, xeyirli bir insan etsin ki, insanlar da səni sevsin. Və həmişə hər bir şeyə, yəni, yaşadığın ətrafa xeyir verməlisən, sən faydalı olmalısan. Və əsas odur. Və insanlar da onu bilməlidir ki, nətər ki, Resulullah sallallahu aleyhi və səlləm hədis şərifində buyurur, insanın qəlbi Allahın iki barmağı arasındadır, istədiyi kimi çevirir və həmişə ən çox etdiyi dua da bu idi ki, Ya muqalləbəl qulub, istəbbit qalbi alə dini. Və bu dua da Resulullah sallallahu aleyhi və səlləmin ən çox etdiyi dua edir. Ona görə də yəni, insanların qəlblərini sən qazana bilməzsən və yaxud da sən onları doğru yola yönəldə bilməzsən. Sən ancaq ixlasla dəvət eləmək, ixlasla danışmaq və Allah üçün çalışmaq lazımdır. Amma qəlblər sənin əlindədir. Hətta sən öz övladına belə doğru yola yönəldə bilməzsən, hidayət verə bilməzsən. Allahdır. Ona görə övladların da tərbiyəsində deyirlər ki, alimlərimiz, sən o səbəblər tutursan. Yəni, onlara tərbiyəsini verirsən, məsələn, lazım olan hər bir şeyi, sənə aid olan hər bir şeyi eləyirsən, amma hidayəti Allahdan istəyir. Çünki qəlblər Allahın əlindədir və insan bunu unutmamalıdır, heç vaxt. Allah Teala qəlblərimizi islah etsin, Allah bizi bağışlasın, Allah bizə rəhm eləsin. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illə əntə, nəstəğfiruka və nətubu ileyk.